Birincidə when I got to the cinema I saw. Deməli, so ikinci qrupda özündən sonra ya bare infinitiv ya da participle one elə bilir. Əvəzlikdə obyekt halda olmalıdır. A variantıdır. Him waiting. İkinci sualda deməli here ikinci qrup feildir. Özündən sonra əvəzlik gəlirsə obyekt halda tələb eləyir. Ona görə də them götürürük. Ya B-dir ya da C-dir. Təbii ki, ikinci qrup feilləri özündən sonra gələn feili ya sadə ya da ing-li tələb edir. O da B variantında ing-li formadır. Üçüncüdə do you want? Want üçüncü qrupdur. To-lu infinitiv tələb edir. Əvəzli obyekt halda olmalıdır. Cavab olur B variantı. Me to come. Dördüncüdə hot weather makes. Make birinci qrupdur. Bare infinitiv tələb edir və əvəzli obyekt halda olmalıdır. O da C variantıdır. Me feel. Beşincidə do you want? Want üçüncü qrupda özündən sonra to-lu infinitiv tələb edir. Əvəzli obyekt halda olmalıdır. Cavab olur D variantı. Me to give. Altıncıda glasses make. Make birinci qrupda özündən sonra bare infinitiv tələb edir və əvəzli obyekt halda olmalıdır. Cavab A-dır. Him look. Yedincidə the film was very sad. It made. Made birinci qrupda bare infinitiv tələb edir və əvəzli obyekt halda olmalıdır. O da A-dır. Me cry. 8-ci sualda ən axırdan deməli she want olmaz. Hər halda A və B variantları buna görə getdi. He let her to olmaz. C variantı getdi. A variantı da getdi. D variantı da getdi. Çünki letdən sonra sadə və içinəsiz gəlməlidir. Ona görə də cavab olur E variantı. He let bu əslində keçmişdir. Çünki indiki zaman olsaydı hər halda let olardı da. Was cümlədə was var, keçmişi göstərir. He let her do what she wanted və she wanted burada mübtəda xəbərdir. Keçmişə salırıq deyə it qəbul edir. Və cavab olur E variantı. 9-da I was surprised to hear. Hear ikinci qrupdur. Ya bare infinitiv ya participle one olmalıdır və əvəzli obyekt halda cavab olur Y variantı. Her get. 10-cu sualda here ikinci qrup feildir. Özündən sonra gələn feili ya sadə heç nəsiz ya da ing ilə tələb eləyir. O da ya C variantıdır ya da D variantıdır. Təbii ki, əgər obyektin yerində əvəzlik işlədiriksə, o əvəzlik obyekt halda olmalıdır. Çünki mövzunun adı kompleks obyektdir. Obyektdən söhbət gedir. Ona görə də C variantıdır. 11-ci sualda deməli father promised obyekti. Yəni mövzunun adı kompleks obyektdirsə biz əvəzliyi obyekt halda qoymalıyıq. Me, okay. Me-ni qoyduq. Promise də üçüncü qrup feilidir deyə özündən sonra to tələb edir. O da to buy olur. Yəni me to buy. Onun görə də cavab olur D variantı. 12-də I was surprised to see. See ikinci qrupdur. Ya bare infinitiv ya da participle one lazımdır. Əvəzli obyekt halda olmalıdır və cavab olur A variantı. Him leaving. 13-də the customs officer Sally open. Sally obyekti var. Open obyektdən sonraki feildir və bare infinitiv formasındadır. Bare infinitivi hansı tələb eləyir? Birinci və ikinci qruplar. Made və so götürüb 1-dən 4 A variantı. 14-cü sualda biz F1 qoymalıyıq, sonra obyekt gəlir, sonra isə F2 gəlir, o da sadə və içnəsiz feildir. Deməli, biz burada ya birinci, ya ikinci qrup feilləri qoymalıyıq. O da let və make-dir, yəni 1, 3, B variantı. Want və expect qoysaq, özünə sonra gələn feili to ilə tələb edərdi. 15-də mother him to lock the door. Obyekt var və obyektdən sonraki to-lu infinitiv də var. To-lu infinitivi üçüncü qruplar təbii told və asked götürürük. 1-dən 2 B variantı.
16-da my lawyer me to inform. Me obyekti var və obyektdən sonra to infinitiv gəlir. Deməli, üçüncü qrup götürmək. Advised, bir də wanted. 1-lə 3, cavab Y variantı. 17-də mother her to clean. Her obyekti var və obyektdən sonraki to clean, to infinitivdir. Deməli, biz bura üçüncü qrup qoymalıyıq. Wanted, asked, expected. 1, 2, 3. Yəni D variantı. 18-də the boss people to be. People obyekti var və to infinitivimiz var. Deməli, to infinitivi üçüncü qrup tələb edir. Asked, advised, told. 1, 2, 3 götürürük. D variantı. 19-da mother me to have. Me obyekti var, to infinitiv var. To infinitiv üçüncü qruplar tələb edir. Wanted, expected, asked. 1, 2, 3 götürürük. A variantı. 20-də marry me to buy. Me obyekti var, to infinitiv var. Deməli, to infinitiv üçüncü qrup tələb edir. Üçüncü qrup hardadır? A variantı. Wanted. 21-də the housekeeper him to leave. Him obyekti var, to infinitivimiz var. Deməli, biz bura üçüncü qrupu qoymalıyıq. O da advised. Y variantı. 22-də Jane me help. Me obyekti var və help bare infinitivdir. Bare infinitivə nə lazımdır? Ya birinci qrup, ya ikinci qrup. O da ki A variantıdır. Made birinci qrup. 2 yoxdur, qalanları 3-dür. 23-də the teacher him doing. ING-li feil gəlib də obyektdən sonra demək ikinci qrup götürməliyik. İkinci qrupda C variantıdır. So. 24-də the chief them to sign the document. Obyekt var və to infinitiv var. Deməli biz bura ancaq üçüncü qrup götürə bilərik. O da A variantı expected. 25-ci sualda biz iki boşluq görürük və deməli C feilindən söhbət gedir. İkinci qrup feildir və ikinci qrup feilindən sonra iki boşluq qoymalıyıqsa, yəni bu boşluqlar da and-lə birləşirsə, deməli ikisi də bu C feilinə aiddir. Ona görə də biz ya ikisini də sadə formada qoymaq, ya ikisini də ing-li formada qoymaq. O da C variantındadır. İkisi də sadə formadadır. 26-da I noticed the girl. Notice ikinci qrupdur. Özündən sonra bare infinitiv ya ing tələb edir. Özdə görürük ki, iki boşluq var və and-lə birləşibdir. Ona görə ikisini də bare infinitiv ya da ikisini də ing götürməliyik. O da C variantıdır. Take və put ikisini də bare infinitiv qoyduq. 27-ci sualda ask feili görürük. Ask üçüncü qrup feildir və bu üçüncü qrup feilindən sonra iki boşluq gəlib. Deməli, bu zəncirvar bağlantıdır. Çünki əgər burada and olsaydı iki boşluğun arasında, onda onlar askdan, ikisi də askdan asılı olardı. Amma burada and yoxdur. Deməli, bu zəncir var idi. Askdan sonra to gəlirsə, to let qoyuruq. Let özü birinci qrup feildir. Özündən sonra gələn feili özündən sonra gələn feili sadə və içnəsiz tələb eləyir. Ona görə də biz burada sadəcə go qoyuruq və cavab olur B variantı. Zəncirvar bağlantı o demək ki, hər qoyduğumuz feil özündən əvvəlki feildən asılı olur. Mürəkkəb tamamlıq kimi. Yəni burada iki mürəkkəb tamamlıq var. Asked me to let. Bir də to let him go. 28-də I tried. Try nə tələb edir? Üçüncü qrupda to qoymalıyıq. To make. Make nə tələb eləyir? Bare infinitiv. Make the table move. A variantıdır. Make the table move. Deməli, zəncirvarda try to tələb edir. To make qoyuruq. Make bare infinitiv tələb edir. Move qoyuruq. 29-da she wanted him. Want to tələb eləyirdi. To make qoyuruq. Make nə tələb eləyir? Bare infinitiv. Sign qoyuruq və cavab olur A variantı. Zəncirvar bağlantıdır. 30-da Jane asked.
Ask to-lu infinitiv tələ bilir. To make qoymalıyıq. Make nə tələ bilir? Bare infinitiv. Və leave qoyuruq. Cavab olur Y variantı. Zəncirvar bağlantı. 31-də Mr. Brown's wife told her husband. Told to tələb eləyir də 3-cü qrupdur. To make qoyuruq. Make nə tələb eləyir? Bare infinitiv və repair qoyuruq. Cavab olur D variantı. Zəncirvar bağlantı. 32-də I tried. Try 3-cü qrupda to tələb eləyir. To make qoyuruq. Make nə tələb eləyir? Bare infinitiv open qoyuruq. Cavab olur D variantı. Zəncirvar bağlantıdır. 33-də düzgünlər seçməliyik. Birə baxırıq. He asked me to read the letter carefully. Bir düzdür. 2. You must make him to. Make to olmaz. 2 səhvdir. 3-də we had heard him to play. Heard'dan sonra to gəlmir. 3 səhvdir. 4. The woman told him to return. Bu düzdür. 1 ilə 4 götürük. B variantı. 34-də düzləri axtarır. Mrs. Bixby advised them to. Advised to düzdür. 1-i götürür. 2-də I wanted you to lend. 2 düzdür. Lend to ilə işlənir. Cavab olur A variantı 1-2. 3-də the teacher made us to. Made to olmaz. 4-cüdə let to olmaz. 35-də düzgün axtarır. Don't let the children. Let'dən sonra bare infinitiv trouble və cavab olur D variantı. 36-da düzgün axtarır. Julia's parents made her. Made nə tələb eləyir? Bare infinitiv. Go. Bir dənə C variantında bare infinitivdə to the station to meet her and there. Niyə ikincidə to qoyuruq? Çünki orada məqsəd mənasındadır. Stansiyaya getmək nə üçün? Xalasını qarşılamaq üçün. Üçün məqsəddir. Məqsəd məstərlə ifadə olunur. To-lu məstər. 37-də the hunger made me. Made birinci qrupda bare infinitiv. Empty. Cavab olur C variantı. Empty. Made me empty. 38-də he heard the clock. Heard deməli ikinci qrupdur. Bare infinitiv tələb eləyir. Strike ya da ing də ola bilər də. Striking. I knew it was time for. For sözünüdür. Sözündən sonra nə lazımdır? Gerund. Və cavab olur Y variantı. Belə yazıda saxlayın. Birinci boşluqda heard the clock striking. Bu kompleks object tərkibidir. İkinci qrupdan sonra ing gəlir. Biz bu kompleks objektdə işlənən ing-ləri participle one adlandırırıq. İkinci boşluqda for sözünüdür. Sözündən sonra gələn ing-lər gerund adlanır. 39-da I saw her. Ya bare infinitiv ya ing lazımdır. O da eating Y variantı, D variantıdır. Participle one qoyduq. Bare infinitiv yoxdur. 40-cı sualda we saw the children. İkinci qrupdur. Ya ing olmalıdır ya bare infinitiv. Bare yoxdur, ing var. Cavab olur A variantı entering. 41-də the lady felt her voice. Felt ikinci qrupdur da. Ya ing olmalıdır ya bare infinitiv. B və C variantını dərhal çıxırıq. And tried. Try da özündən sonra to tələb edir. To control. Cavab olur Y variantı. Yəni burada iki məsələ var. Birincidə felt ikinci qrupdadır ya ing qəbul edə bilər. İkinci boşluqda try to ilə işlənir. Try özündən sonra to-lu infinitiv tələb edir. 42-də the smiling faces of the children made him laugh. Məsələn, D variantı laugh bare infinitiv. 43-də my parents made me. Make nə lazımdır buna? Bare infinitiv promise. İndi promise-dən sonra nə gəlməlidir? Promise özü üçüncü qrupdur. Özündən sonra to tələb edir. To call. Made me promise və promise to call. Cavab olur C variantı. Zəncir vardı. 44-də Betty watched him. Watch ikinci qrupdur. Ya bare infinitiv ya da ing lazımdır. D ilə Y variantı arasında qalırıq. İki boşluq and ilə birləşibdir də. Başqa fe'l yoxdur arada. Ona görə ikisini də eyni qoyuruq. Cavab olur Y variantı. Pass and walk. 45-də what made you? Made
birinci qrupda B infinitiv təyə bilir. Get up. D variantı. Heç nəsiz. 46-da don't let you forget. Let B infinitiv təyə bilirdə. Forget. Forget-dən sonra isə nə gəlməlidir? To infinitiv. Forget üçüncü qrupda to infinitiv tələb edir. Forget to take. Zəncir vardı. Let B infinitiv təyə bilir. Forget qoyuruq. Forget özündən sonra to infinitiv təyə bilir. To take qoyuruq. 47-də I saw Jane. Saw ikinci qrupdur. Özündən sonra ya B infinitiv ya da participle one tələ bilir. Sonra da iki boşluğun and ilə bağlandığını görürük. Deməli, ikisi də eyni formada olmalıdır. Ya ikisi də B infinitiv, ya ikisi də participle one olmalıdır. O da ki, harda var? Participle one'lar yoxdur. B infinitivlər varmı? Get və drive. Cavab olur Y variantı.